Ağstafadan bir xəstə gəlmişdi. 125 kiloydu qadın. O qadını koleskada gətmişlər, arabada gətmişlər. Qəti dura bilmirdi ayağa. Yəni çəkisi çox idi, ayağa dura bilmirdi. Dedim ki, bax sən nə, mən istəyirsən ayağa durmaq. Dedi ki, hə istəyirəm. Dedim, istəyirsən durub evi işini, gücünü görəsən, gəzəsən, dolunur. Dedi, çox istəyirəm. Dedim, mən deyəndən hamısını. Dedi, bax, nə deysən, hamısını eləyəcəm. Nə deysən, dedim, görəcəkdən də yaxşı. Yazdım, soruşları yazdım. Soruşları da bu arada gözəl bir şeydir. Məsələn, həftədə 1 gün, 2 gün və yaxud da 3 gün adam ancaq su içir. Təzyiqi düşəndə suya bal qata bilir, təzyiqi qalxanda suya alma sirkəsi qata bilir, amma başqa vaxtda su içir. Bunları yazdım, diyetalarını yazdım, yeməkləri, bitkilərimizi yazdım. Getdi 3 aydan sonra gəldi, düşmüşdü 85 kiloya. Bəli, o diz oynağına uyğun da belə bitkilərimizi, zəncəfili filanı, sarıkök filanca belə şeylər də yazdım. İydə unu, yumurta qabığının tozu, sümük suyu filanca bunlara da yazdıq, elədik. Gəlmiş 85 kilo ilə gəlmişdi, evin işini zadını görür, durur, gəzir, eləyir, həyətindən çölə çıxmır, amma həyətində qədər olan işləri zadı görür. Çox da məmnundur, amma bunun mənə bir sualı bilirsiniz nə oldu? Çox maraqlı mənə bir dənə şey. Doktor deyir, icazə ver, mən 10 kilo kökəlim. Deyirəm ki, yaxşı, sən niyə 10 kilo kökəlmək istəyirsən? Deyir, qohum əqraba gəlməyə deyir, sən nə gündəsən? Bax, yəni bu adamın hamı bunun göz öyrəşməsi var da. Bunu belə görüb ki, bu sifət topbuş, özü topbuş, 125 kilo qadın nətər olar? Bunu arıq görəndə bunu düşünürlər ki, bunda nəsə ciddi bir xəstəlik var, nəfillər var, bu niyə arıqlayır? Bu deyir ki, mən bir 10 kilo kökəlim, mən o adamlar mənə o sözü deməsin. Psixoloji təsir edir. Yəni, insanlarımızda da çox var. İnsanlarımızı aşılamaq lazımdır ki, adam arıqlayanda adama demək lazımdır ki, sən nə gözəl arıqlamısan. Yoxsa nə günə düşmüsən deyəndə adam öz-özündə dərd tapır.